Hər vaxtınız xeyir. Bugün biz birlikdə klassik alim İbn Qayyimin insan ruhu haqqında heç vaxt köhnəlməyən dərin hikmətlərini araşdıracağıq. Gəlin görək, onun qəlb səyahəti dediyi bu yolda biz özümüz üçün nələr götürə bilərik. Gəlin elə birbaşa mövzunun dərinliyinə enək. Bugünkü bütün söhbətimizin əslində özəyini təşkil edən çox güclü bir fikirlə başlayaq. Baxın, necə bir paradoksdan bəhs edilir. Ali bir məqsədin fərqindəsən, amma özünü ondan çox uzaq hiss edirsən. Bu çoxlarımıza tanış hiss deyilmi? Elə bu hissiyat da bizi ilk dayanacağımıza gətirib çıxarır. Yəni, çoxumuzun yəqin ki, zaman-zaman yaşadığı o vəziyyətə, həqiqətən də vacib olan şeylərdən get-gedə uzaqlaşmaq, diqqətin yayınması hissi. Bəs bu diqqət yayınmasının kökündə nə dayanır? Baxın, mətn bunu çox dəqiq adlandırır. Çoxaltma, ehtirazı. Bu, təkcə daha çox pul qazanmaqdan getmir, əsla. Bu, hər şeydə daha çoxunu istəməkdir. Sosial mediada daha çox bəyənmə, karyerada daha yüksək vəzifə. Yəni, mənəviyyatı bir kənara qoyulub, sırf dünyəvi şeylər uğrunda bitib tükənməyən bir yarışa girmək. Və təbii ki, bu daimi qaç-qaçın, bu diqqət dağınıqlığının çox ağır nəticələri olur. Yəni, bu sadəcə yorğunluq deyil. Söhbət qəlbin sərtləşməsindən, daşlaşmasından gedir. Ən qiymətli sərmayəmiz olan vaxtın necə əriyib getdiyini görmürük. Həyatımızdan bərəkət çəkilir, içimizdə bir boşluq, yaradandan bir uzaqlıq hissi yaranır. Və bütün bunların yekununda nə qalır? Davamlı bir kədər və bitməyən bir narahatlıq. Deməli, əsas məsələ budur. Bütün bu diqqət dağınıqlığı sadəcə kənarda, işdə, gücdə olan bir problem deyil. Əsl məsələ odur ki, bu bizim daxilimizdə əsl bir müharibə, bir döyüş meydanı yaradır. Yaxşı, bəs bu döyüş meydanında tərəflər kimlərdir? Baxın, mətn bu döyüşü çox aydın şəkildə təsvir edir. Bir tərəfdə bizim nəfsimiz var, yəni ibtidai istəklərimiz. O, ancaq ani həzz axtarır, nəticəsini düşünmədən etirazlarının arxasınca gedir. Döyüş meydanının o biri tərəfində isə bizim qəlbimiz, imanımız, sağlam düşüncəmiz var. O isə davamlı hüzur, əsl məna axtarışındadır. Bu məqamı izah etmək üçün istifadə olunan bənzətmə isə sadəcə heyrətamizdir. Təsəvvür edin, bir quş var, o ancaq qarşısındakı ləzzətli dənəni görür, amma ağlın gözü dənənin arxasındakı tələni də görür. Ehtirasın gözü isə təəssüf ki, kordur, o tələni görmür, ancaq dəniyə fokuslanıb. Bu, bizim qısa müddətli arzularımızın bizi necə böyük fəlakətlərə sürüklədiyini mükəmməl izah edir. Yaxşı, bəs belə bir daxili döyüş meydanında qalmışıqsa, çıxış yolu nədir? Necə qalib gələ bilərik? Xoşbəxtlikdən mətn təkcə problemi göstərmir, eyni zamanda bizə bu səyahətdə yol göstərən çox aydın bir bələdçi, bir alətlər dəsti də təqdim edir. Baxın, bu alətlər dəsti həqiqətən də praktikdir. Birinci addım səbr, amma bu passiv şəkildə gözləmək deyil əsla. Bu, mübarizəyə tab gətirmək üçün içimizə bir səbr toxumu əkməkdir. Sonra zikir. Yəni, gün ərzində Yaradanı xatırlamaqla o dağınıq qəlbi yenidən mərkəzə gətirmək. Əlbəttə, nur və hidayət üçün Qurana üz tutmaq. Və nəhayət, şükür. Bunlar quru fəlsəfi fikirlər deyil, gündəlik həyatda atıla biləcək real addımlardır. Və bu nöqtədə Quranın rolu bir daha çox gözəl bir bənzətmə ilə vurğulanır. Necə ki, bahar yağışı qurumuş torpağa can verir, onu dirildir, bax, Quran da eyni ilə qurumuş, daşlaşmış qəlblər üçün bir həyat suyudur, bir yenilənmə mənbəyidir. Yəni, o, sadəcə qanunlar toplusu deyil, ruha şəfa verən bir şeydir. Bütün bunlar bizi daha böyük, daha fundamental bir suala gətirib çıxarır. Yaxşı, bəs bu qədər mübarizə, bu qədər çətinlik içində Yaradanın rolu nədir? Mətn burada bir addım geriyə atıb, bütün bu səyahətin çətinliklərinə tamamilə fərqli, ilahi bir perspektivdən baxmağa dəvət edir. Bəli, o əbədi sual. Əgər bizi sevən, mərhəmətli bir Yaradan varsa, niyə bu qədər çətinlik, bu qədər əziyyət var? Bu, bəlkə də hər birimizin həyatının bir nöqtəsində özünə verdiyi ən çətin suallardan biridir. Gəlin görək mətn buna necə yanaşır. Verilən cavab əslində bizim bütün baxış bucağımızı dəyişməyə çağırır. Yəni, bəlkə də bizim pis dediyimiz bir şey əslində bizim üçün xeyirlidir və ya dəlicəsinə arzuladığımız bir şey bizim üçün zərərlidir. Məsələ budur ki, biz hadisələrin ancaq kiçik bir parçasını görürük. Böyük şəkli, son nəticəni isə ancaq Allah bilir. Bu fikri daha da aydınlaşdırmaq üçün çox təsirli bir bənzətmə gətirilir.
Düşünün, şəfqətli bir ata övladının həyatını xilas etmək üçün onun ağrılı bir əməliyyat keçirməsinə razı olur. Uşaq o an ağrını hiss edir, amma ata bilir ki, bu ağrı onun xilası üçündür. Bax, bəzən bizə göndərilən sınaqlar da belədir. O an bizə ağrılı gəlir, amma əslində bu daha böyük bir xeyir üçün Yaradanın mərhəmətindən qaynaqlanan bir müdaxilədir. Və bu düşüncə tərzini davam etdirsək, o zaman qarşımıza çıxan maneələrə də fərqli baxarıq. Yəni, bir qapı üzümüzə bağlananda bu son demək deyil. Əksinə, Yaradan hikməti ilə bir yolu bağlayırsa, deməli mərhəməti ilə bizim üçün daha xeyirli, daha gözəl, başqa bir yolu mütləq açacaq. Yaxşı, bütün bu alətləri əlimizə aldıq, baxış bucağımızı dəyişdik. Bəs bu səyahətin son mənzili haradır? Hədəf nədir? Hədəf əslində özümüzə qayıtmaq, o itirdiyimiz daxili bütövlüyü, hüzuru yenidən tapmaqdır. Yəni, bir növ evə qayıtmaqdır. Bax, son hissə də elə məhz bu ev metaforası üzərində qurulub. Mətin deyir ki, bil ki, Allah sənin sinəndə bir ev yaradıb və o ev sənin qəlbindir və o evin abad ya da xaraba olması tamamilə sənin məsuliyyətindir. Və burada qarşımıza iki fərqli mənzərə, iki fərqli ev qoyulur. Bir tərəfdə nur evi var. Ora Allahı tanımaq və sevmək üçün bir taxtdır, divarları itaət və təriflə bəzədilib, çırağı iman nuru ilə yanır. O biri tərəfdə isə xaraba qalmış ev var. Ora zibillik kimidir, qaranlıqdır, tərk edilib, içində ancaq həşəratlar gəzir. İndi sual budur, bizim qəlbimiz bu evlərdən hansına bənzəyir? Bəli, bu söhbətimiz bizi sonda çox sadə, amma bir o qədər də dərin, hətta biraz da narahat edici bir sualla baş-başa qoyur. Hər birimiz özümüzə bu sualı verməliyik. Mən öz qəlb evimin qapısını açsam, içəridə nə görəcəyəm? Bu, hər kəsin öz daxilinə baxması, öz daxili dünyasının vəziyyəti haqqında ciddi-ciddi düşünməsi üçün bir dəvətdir. Çünki unutmayaq, o evi necə tikəcəyimiz, içini nə ilə dolduracağımız son nəticədə yalnız və yalnız bizdən asılıdır.